Hər vaxtınız xeyir. Mən Əvəz Hüseynli. Və mən Meysa Aydanaksız. Biz M-Tronika 81 komandası olaraq Beynəlxalq Sistem Azərbaycan Festivalının Mexatronika kateqoriyasında iştirak edirik və ruberimizi təqdim edirik. Proyektimizin əsas gövdəsini CNC lazer kesimindən hazırlanmış taxtalardan hazırlamışıq. Hansı ki, digər hissələrimiz isə üstə printerdən çap olunub. Bunlara ayaqları və proyektimizin təkərləri daxildir. Proyektin təkərlərinin hərəkət etdirilməsində 12 voltluq 60 RPM DC motorlardan istifadə etmişik və bu motorların hərəkət döndürülməsində isə MC90 metal servodan istifadə etmişik. MC90 servosundan istifadə etdiyimiz digər bölgə isə suyun aşkarlanması üçün istifadə etdiyimiz su sensorunun hərəkətidir. Hansı ki, servonun vasitəsilə bu su sensorunu yuxarı-aşağı hərəkət etdiririk. Bunların hər birini idarə edən əsas tipimiz isə ESP32-dir. Hansı ki, ESP32-dən Bluetooth connection vasitəsilə DualSense kontroller ilə idarə etməni təmin edirik. Bunların hər birinin enerjisini təmin edən bateriyamız isə 2200 amperlik liyon batareyadır. Hansı ki, bu liyon batareya ilə də su motorumuzu idarə edirik. Və su motorumuzu da idarə etmək üçün 5 voltluq relay istifadə etmişik.